Qoç. Gündəlik rejiminiz və sağlamlığınız ön plana çıxacaq. Səhv vərdişlərdən qurtulmaq və sağlam həyat tərzinə keçmək üçün əla zamandır. Buğa. Yaradıcılıq və romantik münasibətlərinizdə önəmli dəyişikliklər ola bilər. Hobbilərinizə daha çox zaman ayıraraq özünüzü daha yaxşı hiss edə bilərsiniz. Əkizlər. Ailə və ev məsələlərində gözlənilməz hadisələr baş verə bilər. Keçmişdə həll olunmamış problemlər gündəmə gələ bilər. Xərçəng. Əlaqələriniz və ünsiyyətinizdə dəyişikliklər ola bilər. Sözlərinizi diqqətlə seçməyiniz məsləhətdir ki, yanlış anlaşılmalar olmasın. Şir. Maddi məsələlərdə diqqətli olmalısınız. Xərclərinizi nəzarətdə saxlamaq və büdcənizi balanslaşdırmaq lazımdır. Qız. Məşğul gündür. Özünüzü yenidən kəşf etmək və vacib qərarlar vermək üçün əla fürsətdir. Tərəzi. Daxili dünyanıza yönəlmək və ruhani mövzularla maraqlanmaq üçün uyğun zamandır. Meditasiya və oxşar fəaliyyətlərlə rahatlıq tapa bilərsiniz. Əqrəb. Sosial çevrənizdə dəyişikliklər ola bilər, yeni dostluqlar qura bilər və ya mövcud əlaqələrinizi yenidən dəyərləndirə bilərsiniz. Ox atan. Karyeranızda əhəmiyyətli dönüş nöqtələri ilə qarşılaşa bilərsiniz. Yeni imkanları dəyərləndirin və dəyişikliklərə açıq olun. Oğlaq. Təhsil və xaricdə səyahət mövzularında inkişaflar ola bilər. Yeni biliklər əldə etmək üçün motivasiyanız yüksək olacaq. Dolça. Maddi ortaqlıqlar və miras məsələləri gündəmə gələ bilər. Riskli maliyyə qərarlarından uzaq durmağa çalışın. Balıqlar. İkili münasibətlərdə mühüm qərarlar ala bilərsiniz. Empatiya və səbr nümayiş etdirmək əlaqələrinizi gücləndirə bilər. Dəyişikliklərə açıq olmaq və elastik davranmaq bu dövrü daha yaxşı keçirməyə kömək edəcək.